saniye giyinib efirə qalxıram. Mənim gecə işlədiyim müğənni mənə yıxsa ki, dostum gəlib və gedib oxumalıyam ora, deyərəm canım sağ olsun, planşetini götür, ged oxu. Hətta, toylar olub bizə 3-əcən otururuq, 4-əcən Moskvada səhərəcən otururuq, o başqa. İş qabaqla danışılıb, gedib oturursan, o başqa. Amma gecə saat 3-də elə bir adam mənə zəng vurar ki, mən duraram evdə yorğan döşəyimdən gedərəm. Gedərsənmi? Elə bir adam. Elə ən yaxın dostun olsun. İnanın Allah, elə onu deyəcəkdim, elə canım ciyərim olsun. Yəni 12-dən sonra indi baxmayın, heç ailəli adam deyil. Heç ailə deyirəm. Ailə deyil, heç ailəni heç ortalığa qoymayaq. Ay sağ ol. İnsan birinci növbədə özünü hörmət qoymalıdır. Sən özünə hansı hörməti qoydunsa, qıraqdakı da sənə həmin hörməti qoyacaq. Yəni belə dostun olsun, belə xaricdən gəlsin ki, yox, mən sabahlarım çıxıb gedirəm. Bu gecə mən oturmuşum dostlarımla gelir saat 3-də, sən əlvi al qavalı, gəl qabağımda ol. Yox, elə etmərəm, amma belə bir şey də var ki, Tolik bəy, öncədə məsəl üçün bizə məclislər deyilir ki, bax, tutaq ki, olub, dəfələrlə də olub, xəyalə də, günlər də hamımız təsdiqləyər ki, bax, bizim məclis, bax, gecə saat 2-yə qədər çəkəcək, 3-yə qədər, o başqa. 2 gün qabaq sənə deyər, 1 gün qabaq deyər, hazırlaşarsan, giyinib oturub gör, yoxsa mən yatıram. İnan Allaha getməmişəm. Ki, dur, gəl sənin dostunam. Getməmişəm, valla getməmişəm. Olub? Olub, niyə olmayıb ki? Yəni, hər birimizdə olub o, yəni, hadisə, belə deyəndə. Amma getməmişsiniz. Yox, getməmişəm. Amma bir şey də vurğulayım. Bax, kabinet məsələsində bir ara belə ortalığa qoymuşdular. Məsələn, onlar da tamam başqa mövzudur. Onu demək istəmirəm. Onlar da tamam başqa mövzudur. Yəni, kabineti də alçatmaq lazım deyil. Ay, bir kabinetlər var ki, 50 nəfər adam götürür. Onu deyirəm adı kabinetdir. Ay, sağ ol, kabineti də alçaldıblar. Biraz səviyyədən aşağı salıblar. Bilsən niyə? Bizim bəzi müğənnilər köynə kabinetlərdə qalıb. O var ya, belə balaca gedirsən, mənim Novxanda bir dənə yeri var, o qədər dadlı orada qutab verirlər, balıq verirlər, amma köynə yerdir, belə daşdan tikiblə balaca taxta stol gedirsən, tez qabağı